Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Bu dəfə Mərdəkanda quyu suyunu içməli suya çevirmişik. Bilirsiniz ki, Bakı kəndlərində quyu suları duzlu çıxır və yaxud da ərkli kirəzli çıxır. Burada duzlu çıxıb. Bu həyətdə gördüyümüz ağacları, yəni evdə o suyu istifadə eləmək mümkün deyil. Biz o suyu tam içməli, sirap badamlı halına gətirib salmışıq. Bir dənə tanış olaq, zəhmət olmasa. Quyu suyumuz həmin yerdən çıxıb, vurur bizim bura, baseynə. 10 tonluq rezervarımız var, ehtiyac suyumuz var. Bu suyu bizim aşağıda yığdığımız osmos sistemi təmizləyir, duzları, mikrobakteriya, atır kanalizasiya ötürür, baxın bura. Ver mənə. Süzməyi də bu formadadır, dəqiqəyə 8-9 litr su süzə bilir. Bu təmiz sudur hal-hazırda. Həmin osmos sistemimizi burada yığmışıq. Aşağıda mütləq şəkildə burada yığılan vaxtı nəyə nəzarət eləmək lazımdır? Havalanma olmalıdır, giriş-çıxış və plus da burada qəza motoru olmalıdır. Sabah bir nəsə problem olarsa burada bir su vursun çölə. Beləliklə, ilk növbədə balonla istifadə eləmişik. Kömür, kvars balon bir yerdədir. Suda olan daşı, qumu, lililiyi, dadı, qoxunu iyi tutub saxlayacaq və günlər var üstündə atacaq kanalizasiya. Ötürəcək bizim osmos sistemimizə. Hər membran 5 ton süzə bilir. 5 ton, 5 ton, 10 ton su süzə bilir. İşə salırıq bunu. İşə salmamışdan qabaq da onu deyim ki, mütləq şəkildə dozaj pompası kimyasal vurur, sürüşkənlik yaradır, su quyusu sərtdir, ağırdır, membranlar xarab olmasın deyənə mütləq şəkildə. Aparatımızı işə saldıq. Hardasa burada duzlu 2500-3000-ə yaxın idi. 14-də salıb suyumuzu, İtalyanski motorumuz, İtalyanski pompa bu qaldırır 10 atmosferə. Süzdüyü su 9 litr kanalizasiya, 8 litr yarımda təmiz su verir. Sularımızda duzlu olmasından, ərkli kirəzli olmasından əziyyət çəkirsinizsə, bizim kampaniyalardan yararlana bilərsiniz. Xeyirli olsun.